Şəkil münasibətlərindən 2 nömrəli testə baxaq. Deməli, burada hər bir fiqurda 4 ədəd dairə verilmişdir. Ağlı qaralı dairə. Biz bu fiqurlara qarşı-qarşıya baxmalıyıq. Necə? Məsələn, bu fiqurdan bu fiqura, bu fiqurdan da qarşısındakı bu fiqura. İndi birinciyə baxaq. Birincidə məntiqi tapaq. Birincidə məntiq ondan ibarətdir ki, bir-birinin güzgü əksidir sanki. Necə? Məsələn, bax burada qara dairə işarə olunmuşdur, qara dairə. Burada da qara dairə, yəni həmən hansı ki bir qara dairə varsa, burada da ağ dairəmiz bir ədəd olmalıdır. Qalanları da qara rəngdə olmalıdır. Aydındırmı? Yəni burada 3 ədəd qara dairə, burada isə 3 ədəd ağ dairə. Həmin güzgü əksinə çevrilir bu hissədə. İndi burada da bu hissədə də bunun da qarşılığı olaraq bir ədəd qara dairə verilibsə, indi burada da bir ədəd ağ dairə verilməlidir. Bu da hansı variantdadır? B-ni çıxaq, bir ədəd deməli ağ dairə verilən. B-A-nı çıxaq. Yerdə qaldı C, D, Y. Güzgü əksi də olduğuna görə 3 ədəd də bu hissədən, belə deyək ki, 3 ədəd də bu hissədən deməli, bax bu. Y variantı bu hissədən qara dairə olmalıdır. Cavab Y bəndi.